istədi yanıma. İndi görürlər ki, problem yaşanır. Təzən uşaq qoyurlar. Bəzən elə bilgilər var ki, uşaqlar zamana bağlıdır. Mən bugün sizdən bir neçə məsələ ilə bağlı danışmaq istəyirəm. Biri stoa fəlsəfəsi haqqında danışacaq. Amma belə hesab edirəm ki, uşaqlar, biz öz dərslərimizi, bu Müdrik Akademiyası ilə bağlı dərslərimizi bir nizama salmalıyıq. Çünki bütün dərslər nizamla getsə daha yaxşıdır. Nizamsız şəkildə yaxşı vəziyyətdə olmur. Görürsünüz, dərslərin özləri də nizamlı qaydada getməyə yaxşıdır. Salam, uşaqlar. 6-cı sinif uşaqlarına dərs keçdim, bacaran qədər, amma onların da dərslərinə baxdım, uşaqlar, gördüm ki, onların dərsləri 6-cı sinif. 6-cı sinif dərsləri. Həmin çətin düşmüşdü. Həm də ki, sualların çoxu, uşaqlar, ekranınızı açın, bağlı saxlamayın. Mən istəmirəm bağlı ekranları. Kim bağlı ekranla gəlirsə, artıq onu hörmət kimi qəbul edirəm. Mən bir yağ dərsdəydik deyə mən sizə qutardı. Ona görə indi yıxsın atacaq. Tamam. Deməli, uşaqlar, burada nədir? 3 dənə əsas salam. Burada 3 dənə əsas məsələyə toxunacağım bugün. Birinci stoa fəlsəfəsidir, mükəmməl bir fəlsəfədir. Bu fəlsəfəyə giriş eləyəcəyik, amma tam geniş keçməyəcəyim o fəlsəfəni. Çünki bilirsiniz, mən belə hesab eləyirəm ki, uşaqlar. Mən belə hesab eləyirəm ki, bu Müdürlük Akademiyasında bir bilgini öyrəniriksə, bunu bir nizam qaydasında öyrənməliyik və bu nizam qaydasında da bunu yaddaşımıza, həyatımıza köçürmək üçün biz də onu bir özümüz üçün bir stimul olaraq seçmək üçün biz bunu bir elm olaraq öyrənməliyik. Bu fəlsəfəni. Məsələn, biz Sokratı öyrəniriksə, Sokratdan nə götürməliyik? Aristoteli öyrəniriksə, ondan nə götürməliyik? Platon öyrəniriksə, ondan nə götürməliyik? Yəni, bunun hamısı qaydasında olmalı. Mən belə hesab edirəm. Ona görə də belə pərakəndə sevmirəm. Düzdür, məlumatımız oldu. Burada da əsas xüsusi stoa fəlsəfəsini keçəcək. Çünki stoa fəlsəfəsi elə bir fəlsəfə deyil. Sıradan bir fəlsəfə deyil. Mən inan ki, oğlum Türkiyədən gətirəndə 25 kiloluq çamadanın içində bəlkə bir 50-60 dənə onun kitabını gətirir, stoa fəlsəfəsini. O çox gözəl bir fəlsəfədir. Məsələn, o fəlsəfəni öz həyatında yerinə qoymağa bacaran adamların. O birisi uşaqlara zəng eləyin, uşaqlar gəlsinlər. O həyatda çox qazanır o insanlar. Psixoloji cəhətdən, yəni müdriklük cəhətdən, elmi cəhətdən çox bilgilərin sahib olur. Ona görə də o baxımdan uşaqlar, biz bu fəlsəfə dərslərini öyrəndikcə, fəlsəfəni necə öz həyatımıza tətbiq eləyə bilərik. Çünki fəlsəfənin insanlara verdiyi fayda odur ki, başqalarına nisbətən həyatı daha rahat yaşaya bilirsən, daha anlamlı yaşaya bilirsən, daha bir müdrikcəsinə kənardan görə bilirsən. Ona görə mütləq bir fəlsəfənin o bilgisini həyatımıza keçirməyi bacarmalıyıq. İlk danışdıq, Tales haqqında danışdıq, Sokrat haqqında, Aristotel, Platon haqqında danışdıq. Sözsüz ki, biz çox da həddən artıq çox filosofların həyatına girmək kimi bir fikrimiz yoxdur. Amma fəlsəfənin xüsusi həyata, dünyaya bəxş eləyə biləcək insanların fəlsəfəsini öyrənməliyik. Bayaq dediyim kimi həyatımıza köçürməliyik. Məsələn, Sokratı oxuyursa, Sokrat sıradan bir filosof olduğu üçün öyrənməməliyik ki, biz Sokratı həyatımıza necə tətbiq eləyə bilərik? Onun bilgisinin faydasını necə görə bilərik? Aristoteldən necə faydalana bilərik? Bunun kimi bu mütləq və mütləq uşaqlar məndən sizə tövsiyə. Həyatda nə ilə qarşılaşırsa,
Bunu inkar etmək qeyri-mümkündür. İnsanlar bir-birinə ya maddi ya da mənəvi ifadəyə görə yaxınlaşırlar. Bunların hər ikisi vacibdir. Hər ikisi həyatda yeri olmalıdır. Mənəvi faydanın öz yeri, maddi faydanın öz yeri. Maddi faydanı, mənəvi faydanı həyatına düzgün yerinə qoyan adam həyatını düzgün yaşaya bilir. Bu baxımdan mütləq və mütləq bu fəlsəfə də digər insanın gündəlik gözünə yanaşdığı bilgilər kimi. Axşam hesabat verirsən ki, bugün mən nə faydalı elədim. Axşam onda hesabat verirsən ki, bugün mən nə elədim. Bax, uzun müddətdir başım qarışıbdır dərslərinizə. 6-cı siniflərin monitorinqi idi. Sizin baxdım uşaqların monitorinqına, bu Bayramın qardaşının monitorinqdakı suallar gəldi. Başqa tələbəm var idi, onunki də gəldi. Ayrı bir tələbə var idi, onunki də gəldi. Uşaqlar, bəlkə uşaqları çağırasınız. Baxın, görün orada kim var. Sonra peşmi deyirlər ki, bizi niyə çağırmadınız? Mən çağırırıq, gəlmirlər. Mən mi çağırım? Nömrələrini desəm, buradan zəng eləyərdim. Öbürsə telefonla. Var nömrələri görünür, yoxsa yox? Mən görsənir buradan. Görsənir, onda bunların nömrəsini verin, mən zəng eləyim də uşaqlar. De görüm kimin nömrəsi var. Telefon özü hanı. Bir uşaqların nömrəsini də zəng eləyim. Siz deyin, mən zəng eləyim də uşaqların nömrələrə. Çünki bu həftədən sonra salacam. Müdürlük akademiyası Uğur gəlsin. Bəli, gəlsin də. Niyə gəlməsin? Uğur niyə gəlməsin? Uğur Mən ayın birindən da oturub gəlirəm, dərsə gedir. açmırlar. Açmırlar, zərər yoxdur. Mən sonra sözlərimi deyərəm onlara. Göndərərəm. Zəng gedirəm. Gedir, zərər yoxdur. Ben bugün size Kıbrıslı Zeno hakkında danışacağım. Çünkü Kıbrıslı Zeno özü hayatta bir büyük bir felsefe yaratmış, felsefi cərəyan yaratmış filosofdur. Kıbrıslı Zeno bizim indiki dövrdən 2300 yıl bundan əvvəl o Kıbrıslı deyildi. Bu Türkiye'nin yanındaki bir Kıbrıs var. Yarı Yunanistan, yanı Türklere ait olan bir adadır, büyük adadır. Büyük bir Türkler demiş sorumluluğu olan sorumluluk daha doğrusu yani sorunları olan adadır. Yani çok problemli adadır. O adada yaşayıp o vaxtda bizi 6-cı siniflər bilir onu. Koloniyalar olur Yunanlar baxır ki, Yunanistan'da dağlıq ərazidir, çox da əkin bitkisinin için ərazi yoxdur. Ətraf bölgələri Aralıq dənizidir. Sonra o Türkiye'nin indiki sərhəd tərəflərinə hamısı ora köçüblər yaşamağa. Ama onlara Ellada xalqı deyib özlərinə. Elladalar deyiblər. Yəni dili, mədəniyyəti qalıb yerində, Yunan dilində danışıblar. Ama gedib o ərazilərdə yaşayıblar. Hemen orada da bir Zeno olur. Zeno da büyük bir tüccar olur, tacir olur, varlı adam olur. Bu oradan çıxır gəmilərini bütün ərzaqlarla doldurur ki, satış eləyəcəkdir. O orada dənizdən nə xəbər olur? Tufan olur, bütün varı dövləti dənizə tökülür. Sonra gəlir o Afinaya. Başlayır Afinada filosoflarla münasibət qurmağa. O dövrdə də belə bir dövr olur ki, uşaqlar. Yəni təsəvvür etsən Yunanistan'da 3 adamdan biri filosof, 3 adamdan biri filosof. Yəni o qədər özgürlüyə, fəlsəfiyə, fəlsəfənin mərkəzində insana o qədər dəyər verirlər ki, istər-istəməz o axının içində gedirsən. Və o burada böyük filosoflarla tanış olur və özündən sonra yeni bir cərəyan yaradır. Buna deyirlər Stoa fəlsəfəsi. Stoa fəlsəfəsi tamam fərqli bir fəlsəfə olur. Bu fəlsəfənin mərkəzində nə durur? Bu fəlsəfənin mərkəzində təbiətə uyğun yaşamaq. Yəni bu demək deyil ki, gedirsən bir vəhşi təbiətin qoynunda yaşayasan, yox. O sadəcə olaraq sakit bir düzen qaydasında yaşamaq. Bu fəlsəfənin aparıcılarından biri də Epikür olur, möhtəşəm bir yazardır. Çox ehtimal ki, o Epikürün nəzəriyyətindən mən o əvvəlki kitabımda istifadə eləmişəm uşaqlar. Möhtəşəm bir onun deyimi var. Yəni səndən asılı olmayanların qarşısında, indi mən onu gərək əvvəlcədən qeyd eləyəydim, qeyd eləməmişəm. Çünki burada gərək onun yazasan adına. Onun çox gözəl bir deyimi var.
Yəni, inanın ki, hər gün o vaxt aşırı mənim yadıma düşür və sadəcə olaraq həyat haqqında bilgilərimə yön verir, o bilgiləri həyata keçirməyimə yön verir. O baxımdan nəyi nəzərdə tuturam? Həmin fəlsəfədə belə bir deyim var ki, onu həmişə də sizə demişəm. Yəni sən səndən asılı olmayanların qarşısında döyüş eləməməlisən. Bununla razılaşmalısan. Səndən asılı olanlarda da sakitçiliyini qəbul edib məsələləri həll eləməlisən. Yəni nəyin səndən asılı olmadığını bilməlisən. Yəni bunlar o qədər də zəif bir bilgilər deyil. Düzdür, sizin elə bir yaş dövrünüzdə bunu həyata keçirməyə sözsüz ki, hələlik indi də ola bilər, sonra da ola bilər, amma çox gözəl bir yanaşımdır ki, yəni bu bir insanın yaşamında insanın rahatlığını, sağlam düşünə bilməyini, ağıllı qərar verə bilməyinə yön verir. Bu Epikurin fikridir. Bundan sonra da bu nəzəriyyənin Seneka olur. Senekada dövlət adamı olur. O da bu əsas məktəbin davamçıları olur. Bir də Marcus Aurelius, yəni o yəqin onun haqqında eşitmişsiniz. 1045-ci, 80-ci illərə qədər Yunan imperiyasının başında duran dövlətin imperatoru olur, amma o qədər güclü bir imperator olur ki, nə mənada daxili aləmlə, zənginliyin o qədər güclü bir təvazökarlığıyla, sadəliyinlə bu Stoa fəlsəfəsinin davamçılarından biri olur. Marcus Aurelius sözsüz ki, bir sonraki dövrlərdə bunların fəlsəfəsini biraz daha genişləyəcək, amma hələlik qısa demək istəyirəm, çox da uzun demək istəmirəm. Yəni bunların fəlsəfə yanaşması 4 əsas təməlin üzərində qurulur. Bunun əsas ədalətdir, cəsarətdir, doğruluqdur, bir də iyilikdir. Yəni insan ədalətli olmalıdır. Birinci ədalətli olmalıdır. Sonra doğruluqdur. 4 dənə fəlsəfəsi var. İndi bunlar dedim, bunların haqqında daha geniş danışacağıq. Yəni Stoa fəlsəfəsi o qədər geniş yayılmış bir fəlsəfədir ki, insanların əksəriyyəti yəni bu fəlsəfə ilə daxilən özü çox rahatlayırlar. Bu indinin özündə də bu fəlsəfəyə yanaşma tərzi çox güclüdür və o fəlsəfə ilə məşğul olan Stoa fəlsəfəsində məşğul olan adam, yəni burada belə bir məsələ də var ki, məsələn gedirsən sinifə, sizcə məsələ belə bir misal çəkə bilərəm. Gedirsiniz sinifə, sinifdə görürsünüz ki, məsələn, sevmədiyiniz adamlar var sinifin özündə. Sən bunu belə qəbul edirsən. Bilirsən ki, bu adam deyirsən ki, bu adam onsuz da, bu çatışmamazlıqdır da, mən bunu dəyişə bilmərəm axı. Yəni, mən oturub buna qoşulmaqdansa, məsəl üçün, mən nəyə qoşulum? Bu yaxınlarda sizə danışa bilərəm, nə haqda danışa bilərəm, deməli uşaqlar. Bu yaxında bizim bir yaxın adam var idi, tanış adam. Deməli, onun oğlu dənizdə işləyirdi, getmişdi rayona. Rayona gedəndə bunun dostu gedir kimləsə ağızdaşıyır. Bu da yeyib içməyə gedib onlarla. Gedib onlarla yeyib içəndə bir başlası bir-birinə ağızdaşıyır. Buna bir söz deyir, ona bir söz deyir. Bu buna bıçaq çəkir, bu da ona bıçaq çəkdi, öldürdü mü? 17 il getdi türməyə düşdü mü? Atası usta idi. İndi mənlə yol gedir. Oğlum gildə bir evin bir şkafı var, ona baxmağa gedir. 17 il getdi türməyə düşdü mü uşaqlar? 3 dənə də uşağı qaldı mı? Uşaq da deyir ki, atamız insan deyil. Atamız bizim həyatımızı məhv elədi. Atamız bizim gələcəyimizi məhv elədi. Bizim adımızın üstündə bir möhür vurdu. Qatilin övladı. İndi siz təsəvvür edirsiniz uşaqlar. Yəni ki, bu empati qurmaq məsələsi nə qədər güclü bir tərəfdir, xarakterdir. Bunu Stoa fəlsəfəsində xüsusi bunu qeyd edirlər. Yəni doğa ilə iç-içə yaşamaq yenə də deyirəm. Məsələn, orada var-dövlətin olmanın da öz yeri var. Məsələn, deyir ki, sənin var-dövlətin sənin ağıllı olmalığına, sağlam işləri həyata keçirməyinə kömək etməlidir, amma mənfi tərəflərini inkişaf elətdirməməlidir. Çox gözəl bir fəlsəfədir, məşhur bir fəlsəfədir. Bunun haqqında danışacağıq. Yəni mən hələlik sizə qısa-qısa deyirəm ki, bu Stoa fəlsəfəsi haqqında məlumatınız olsun. Stoa fəlsəfəsinin ən çox davamçılarından biri də Epiktitosdur. Onun özü qul olur. Özü də ayağında da səhv eləmirəmsə problem olur, topal olur. Və bu cavan yaşlarında azadlığa çıxır da. Yəni qul o demək ki, bütün hüquqlardan məhrumsan da. Yəni heç bir hüququn yoxdur. Cavan yaşlarından çıxır, azadlıq eləyir. Onun məktəbinin əsas davamçıları Marcus Aurelius olur. Siz təsəvvür edin ki, Marcus Aurelius bir Roma kimi bir imperiyanın sahibi,
Roma kimi bir imperiyanın sahibi bu qədər təvəzzökar olasan. Marcus Aurelius da şahlıqdan gedib elə bir ki şey eləymiş. Qardaş başçısı bu qardaş başçısı bunu gedib yumşaq yorğan döşəkdə yatırmış. Bu gedib quru yer üstə yatırmış. Yəni heç nəyə o qədər belə o qədər də həvəsli bir insan olmayıbdı. Nə dərsidir? Fəlsəfə. Tarix deyil, yox, müdürlük akademisidir. Bu o qədər sadə bir insan olur. Və bu siz təsəvvür eləyin, gedirsən, kral olursan, ətrafında səndən asılı olmayaraq bir belə geniş, belə qeyri-adi bir dəmdəzgahlı həyat tərzi olur. Və sən də orada məcbursan, təksən, kralsan, hakimiyyətin başındasan, amma sənə bunu tələb edirlər. Və o Marcus Aurelius oranın özündə belə o əvvəlki yaşamını qorumağa çalışır. Hər gün o elə bir ki, bir yandan bu Germanlar olur, başqa bir tərəfdən də ayrı bir imperiyanın şərq tərəfindən də başqa bir ətraf qonşular olur. Onlar bu imperiyanın dəqiqədə bir hücum edirlər, dağıtmağa çalışırlar. Bu da yarımcan xəstə adam olur, amma çox fəlsəfiyə qarşı ilgisi olan bir hakimiyyət başında olan hökmdar olur. Və o burada özün elə bir ki, kəndimə məktublar kimi çox belə qəşəng kitabı var. Onu yazmır. Buradakı filosofların əksəriyyəti yazdıqları əsərləri başqaları oxuması üçün yazmır. Sadəcə bunlar özləri üçün yazırlar. Amma bunların özlərinin şagirdləri bu kitabları yayırlar. Marcus Aurelius'un özünü bilirsiniz uşaqlar necə hazırlayır? Bu insan özünü hər gün qarşılayacağı kimdən nədən danışırsınız? Stoatçı fəlsəfələrdən Marcus Aurelius, Seneca'ya başqaları, təsəvvür Zeno. Bu Marcus Aurelius özünü, yəni deyir bir gün mən uduza bilərəm, qoşunum uduza bilər, məğlub ola bilərəm. Özünü bütün çətinliklərin hamısını hazırlayır. Bu öyle bir yaxşı bir xüsusiyyətdir ki, uşaqlar səni qarşılaşacaq, yaxşı tərəf yaxşıdır, pis tərəflərə hazırlayır. Yəni indi bu fəlsəfəni mən sizə xırda bəzi detallarını dedim və burada əsas adamları dedim. Yəni ki, bu insanlar həyatın, təbiətin qanuna uyğunluqlarına uyğun yaşamağı seçirlər. Sakit və qanuna uyğun. Amma əslində qalsın uşaqlar, mən sizə bir söz deyim ki, bu fəlsəfənin özü belə çox gözəl fəlsəfədir. Nə mənada? Çünki biz o qədər maddiyyatın içindəyik ki, həddən artıq o qədər maddiyyatlara bağlanırıq. Yaxşı maşın alaq, yaxşı pulumuz olsun, bu olsun, o olsun. Amma bəzən ömrümüzün axırına yaxın o sıxıntılarla pis vəziyyətdə qalırıq ki, biz nədən bu qədər bu dünyanın maddiyyatının davasını deyə gəldik ömrümüzün axırına qədər, amma sıradan gözəl bir həyatı, sakit həyatı yaşaya bilmədik. Yəni bir fəlsəfənin də bir baxmayaraq hansı cərəyanlar, fərqli cərəyan olsa da yanaşma tərzi budur. Yəni səni bu dünyanın maddiyyatından asılı vəziyyətə salmır. Yəni səni sakit yaşamağa hansı fənni tədris edirsiniz? Valla sonra zəngilərsiniz deyirəm uşaqlara, dərs deyirəm, fizika, kimya, biologiya, tarix, coğrafiya, bir də ki, müdürlük akademisi. 6, 7, 8. Yəni bunun səni özünün bir sakitliyini qoruyur. Bütün fəlsəfi cərəyanların hamısı elədir. Ola bilsin ki, onlar biri prizmanın başqa tərəfindən, biri başqa tərəfindən olur. Amma bunlar hamısı səni orada qoruyur. Yəni həyatın içində çox maddiyyatın sıxıntısını yaşayasan, yəni nə də gedəsən, üzüləsən, nə əldə elədim, əldə eləmədim və bir çox səni alanlardan qızdırğalayıb qoruyur. Yəni bu Stoa fəlsəfəsinin yanaşması da bu tərəfdəndir. Məsəl üçün sənə deyir, sakit və rahat yaşa. Başqa insanları dəyişdirə bilməzsən. Düz deyil. Elə adamlar var ki, sən onları dəyişdirə bilmirsən. Səni gedib onunla enerjini xaricləyib döyüşməyin ehtiyac yoxdur ki, dərsləri var. Yay dərsləri yayda başlayacaq, iyunun 1-dən. Yəni bunlar səni qoruyur. Başqa insanların, başa düşmədim, hansı fərli oldu. Zəng eləyərsiniz deyərəm, orada nömrə var. Ya da yazarsınız. Ona görə də bu Stoa fəlsəfəsinin özünə məxsus yeri var və həddən artıq bu fəlsəfənin davamçıları, onun həyat fəlsəfəsinə çevirən, yaşam fəlsəfəsinə çevirən insanlar çoxdur.
Bu baxımdan inşallah Allah qismət eləsin, bu fəlsəfəni daha geniş formada keçəcək. Çox uzun danışmaq istəmirəm uşaqlar. Bugün sizə nə danışacağım? Qarşılaşdığımız dərs əsnasında bir problemlə qarşılaşdım. İndi mən sizə onu deyəcəm, onun görək nədir? Uşaqlar, bir dənə hərəniz yanınızda dəftər kitabınız var. Var mı dəftər kitabınız? Dəftər kitabınızı götürün. Bugün mənim Ömər gəlməyibdi dərsə. İndi mən, yox, mən də elə soruşdum. Bir dəqiqə gətirin görürlər. Gətirin dəftər kitabınızı uşaqlar. Mən sizə belə bir dərsdən izah verəcəm. Nə kitab gətirin? Yox, vərək kitab, dəftər kitab gətirin. Bir dənə vərəklə ruşka gətirin. Sizə bir dənə izah verəcəm. Qarşılaşdığımız bir məsələ olub. Belə bir məsələ olubdur. İndi mən onu sizə deyəcəm. Çünki nə sonra bizim fizika dərsimizdə, kimya dərsimizdə çox problemlər yaşanacaq. Onunla bağlı mən sizə deyəcəm. Çünki bir problem yaşandı. Bunu dayandıraq. Uşaqlar, deyəcəksiniz mənə görün. Burada nə var? Bizim bir dənə belə bir bugün uşaqlar yəqin ki, burada olanların bəziləri bilir. Bunu 8-ci siniflərlə artıq paylaşdım. Uşaqlar, məsəl üçün nə yazaq? Bircə dəqiqə deyəcəm. Məsəl üçün, uşaqlar, F bərabərdir Y. F bölünmüş. Görürsünüz bunu. İntensivlikdir. Bəli, intensiv. Uşaqlar, burada Q-nin qiymətini mənə kim deyər? Necə tapım Q-nin qiymətini? Mənim Bir dəqiqə, hər kəs əlini qaldırsın. Kim demək istəyir, əlini qaldırsın. Mən deyə bilərəm. Bayram Mən deyə de. bilərəm. De, Q-nəyə bölən? Mən eyni F-ə böləndə Q tapılır. Deməli, Bayram nə deyir uşaqlar? Mən eyni F-ə böləndə Q. Bunu belə Mən eləmə. deyirəm. F bölünsünlə eləm, bərabərdir Q. Eləmə, belə mi dedin ay Bayram? Bəli, müəllim. Bizə yox, uşaq, Malik sən dayan. Uşaqlar, gətir qoyaq yerinə. Bax, F-in qiyməti 10-dur, eləmi? Onu böldük 2-yə. Tutaq bura 2-dir. F neçə oldu? 5. 5. 5. Sakitcə durun, qulaq asırsın. Bayram deyir ki, mən indi 2-yi tapmaq istəyirəm. Q, bax bu 2-ni tapmaq istəyirəm. 2-ni buradan nətəri tapalaram? 2 bərabərdir. Nə yazmalıyam? Və onu 5-ə böləcəyik. Qulaq as bizə. F bölünsün. Qulaq bizə. A-nın bölünsün, sakitcə heç kim dillənməsin. Bunu Bayram, onu böləcəyik 5-ə. İndi buradan, qulaq as. Onun qiyməti nədir? F. Deməli, F, eləm uşaqlar. Y-nin qiyməti nədir? 5. Y-nin də qiyməti oldu 5. Deməli, F bölünsün Y. Eləm uşaqlar. Bayram belə. Qulaq as. Buradan alındı nə? 2-yi aldıq. Eləm 2-nin qiyməti nədir? O da Q. Q'dur müəllim. Görək. Sən nə demişdin Bayram? Sən dediyin buydu. Elə? Bəli müəllim. E böl F. Sən dedin. Sən bunu dedin. Bayram sən demə beləymiş. Bayram sən düz dedin səhv. Qardaş hə yox. Dedi durunu. Mən düz dedim. Sən düz dedin. Hə? Bayram sən dediyin qulaq as. Bayram sən dedin ki F bölünsün. Bax bu. Mən yerlərini gətirdim. F bölünsün E olmalıydı. Ay balam sən yerini yox özünü səhv dedin. Yerini səhv demək özünü səhv deməkdir. Demək ki siz riyaziyyatdan kəsiri eləyə bilmirsiniz. Bax bizim Ömər məktəbə gedəndə müəllim bunu halqasındakı zəncirdən qırdı. Zəif yerdən qırdı. Yaxşı uşaqlar, indi qulaq asın görün. Bax, R bərabərdir. Düz deyil? Ohm qanunu nədir? Dövr elementi uzanlaşa gərginliyi cəryan şiddəti nisbəti sabitdir. Tez yaz U bölünsün I. İndi mənə bunu deyəcəksin. Buradan I-nin qiyməti nədir? Deyin Mən yazın. bunu Mən U bölünsün R.
Aha. Sən niyə U deməklə? bölünsün Qoy görə E. uşaqlar desin də, uşaqlar. Deməli, burada E bərabərdir. U bölünsün I. Buradan I nəyə bərabərdir? U bölünsün R. U bölünsün R müəllim. Yəni ki, 10, bura 2, burada 5. Eləmi uşaqlar? Yəni ki, burada Bəli. 2 bərabərdir. 10 bölünsün 5. Uşaqlar, bugündən sonra fiskada bütün günü bunlar gedəcək. Bütün günü. Uşaqlar, məndən iyi soruşur. 10 nəyə bərabərdir? 10 5 vurulsun bərabərdir. Bəli. Deməli, i bərabərdir. Nə oldu uşaqlar? R vurulsun. 10 bölünsün 5. 10 bölünsün 5. Aya 10 neçəyə bərabərdir? Mən R vurulsun İ'yə. 5 vur 2'ye. Gördünüz uşaqlar? Bəli. Bax, bizim Gədəbəyli Ömərimiz part deyə gedib. Gədəbəyli bir dənə pensioner müəllimlə gətirib bunu buradan kəndlərini qırıbdı. Bax, buradan bunu soruşub, buradan da bunu soruşub. Bu qardaşlığım da onu deyə bilməyib. Gördünüz mü uşaqlar? Bax, bu bunu buradan kəndlərini qırdı. Gördünüz? Məsələn, uşaqlar, cərəyan şiddəti bərabərdir. Nə? Cərəyan şiddəti nəyə bərabər? Deyin görüm. Mənim naqilin enkəsindən 1 saniyədə keçən elektrik yükünün miqdarı. Düsturu? Hə, düsturu mənə deyin. Mən deyim. 2 bölünsün. 2 bölünsün T. Uşaqlar, buradan mən T necə tapa bilərəm? Adı sakitcə durun. Amil də görüm T nəyə bərabərdir? Mən 2'yə. Az. Yəni, gənə mənim iynəmi vurmayın axşam. Mən naqilin keçməsə sərf olan zamandır. Qardaş, mənə buradan T'yi tapın. T nəyə bərabərdir? Mən 2 bölünsün I. Kim dedi onu? Mən. Sana bir dənə quyruqlu 5. Uşaq. Hədir bə, yadıma nə düşür? Ömərə dərs verdim, az qaldım ağlayam. Ömər məni çərrətdi, bir də gördüm. Gördüm, Ömərin dədəsi bir dənə sarımsaq döyən qov. İçinə sarımsaq şey belə. Allah'ım rəhmi gəldi. Bəlkə də mən orada infarkt duracağım. İndi bu Öməri bax buradan vurdular. Bax buradan. Uşaqlar. Yaxşı, başqa bir düsturlara baxaq. Yaxşı, bari bir düstur deyirəm uşaqlar. N bərabərdir. N bölünmüş A. A nəyə Mənim bərabər? ora nəyə yazılır? N böl M. N böl M. Ay uşaqlar. Müəllim M bölünsün. Aha. N bölünsün M müəllim. N bölünsün o A'lı yazılmış. Başa düşdünüz mü ay uşaqlar? Bəli. Hə? İndi siz en sakitcə iyisi. duracaqsınız. Bunu mənə sevinç Bəli. deyəcək birini də ki, amin deyəcək. Amin. S bərabərdir, D bölünsün, K. Amin, K nəyə bərabərdir burada? Sakitcə durun. Mən C'yə. Ay, səni S ağacından yıxıb. Bax, bunu soruşuram. Bax. Qulaq, ay, Mən bax, deyim qoyun. bölünsün. Hə, başa Mən de- düşürsünüz. Ana, bu qoy yetim də başa düşsün. Nə olur? D bölünsün C'yə. D bölünsün. Bax, bura 10'dur. Bura 2'dir. Burada 5'dir. Deyirəm ki, 5, 2'yi tap. 2 də bərabərdir. Yazırsan ki, 10 bölünsün 5. 5 C'dir. D də 10'dur. Gördünüz? Buradan da yazdım ki, məsəl üçün, K bərabərdir. Məsəl üçün, ya D bölünsün C. Bildiniz mi uşaqlar? Bugündən sonra kim fizikada bu düsturlarla qarşılaşanda çalışın pis vəziyyətdə qalmayın. Çünki müəllimlər birbaşa deyir ki, görün mən bunu hardan vurun yararlayım. Bax, durun belə olur. Məsəl üçün, indi baxdıq. Və yaxşı, burada E bərabərdir.
R bərabərdir. Uşaqlar. R bərabərdir məsəl üçün U bölünmüş I. Burada bunu nətər tapdıq? Heç kim deməsin. Sakitcə durun. Uşaqlar. Mən deyim. Ya heç kim deməyəcək. Bilən adamı nə edirəm, bilməyən adam desin. Bura 2, burada 5. Amin. U nəyə bərabərdir? 10 neçəyə bərabərdir? Onu nətər tapırsan? 10 bərabərdir nə yazmalıyam? 10 bərabərdir mənə. Aha. R. Ay qardaş, 10 bərabərdir 10'dur. Bu onu nətər tapmışam? Bura 5'dir, burada 2'dir. Burada neçə yazmalıyam ki? Nəyə bölməliyəm ki 10 almalıyam? 10 neçənin 10 nədir burada? 10 nəyə vuranda? Nə vaxt alırsan onu? Mən onu çevrəndə. Mən 5'i çevrəndə nedir də? Başa düşdüm. 5'in qiyməti, onun qiyməti udur. Bax buraya yazdım. 2'nin qiyməti, 5'in qiyməti neçədir? R. 2'nin qiyməti neçədir? Mənə I. Başa düşdüm indi. Bəli. Bax bu gündən sonra yaxşı. Bax M bərabərdir N bölünmüş D. Burada N nəyə bərabərdir? Görüm nə sıra düsturu yadında saxla. Emə. Ay bu N nəyə bərabərdir? Mən emə bərabərdir. Ay sən M ağacından yıxıl. Burada Mən bərabərdir, bu da D-dir. 10 neçəyə bərabərdir? 2 vurulsun 5. Bax bu onu tapmaq üçün bunu vurdum buna. Burada da bax bunu tapmaq üçün nə eləməliyəm? Bunu buna vurmalıyam. M vurulmuş D. Bildiniz? Çünki uşaqlar indən sonra düsturlarınız odur. Fizika onunla gedəcək, əziyyət çəkəcəksiniz. Məsəl üçün, Y bərabərdir Z bölünmüş S. Burada Z neçəyə bərabər? Z nəyə bərabərdir? Deyin görüm. Mən S-ə. Z neçəyə bərabərdir? 10'dur. Deyim mən. 10'dur. Mən S-ə bərabərdir. Ay sən heç ağacından yıxıl. Bu 10'dur, bu 2'dir, bu da 5'dir. 10 neçəyə bərabərdir? 10 bərabərdir, 2 vurulsun 5. Buradan da yazıram ki, Z, onun yerinə Z yazdım. 2'nin yerinə neçə yazayım? İkinin yerine yazdım S. 5'in yerine yazdım ne? Y. Başa düşdün? Uşaqlar bunu tapmaq üçün, bax bunu tapmaq üçün. Bax bu kəsir. Plus A bərabərdir B bölünmüş C. Bax bunu tapmaq üçün həmişə bununla bunu bir-birinə vurursunuz. Başa düşdünüz mü uşaqlar? Bax bu. B'ni soruşanda. Başa düşdünüz? B'ni buradan soruşanda bununla bunu bir-birinə vurursunuz. Başa düşdünüz mü uşaqlar? Ay bu ekranı açın. Gedib özüm için şeylər eləyəm. Heç sizə dərs də keçmərəm. Hamınız açın ekranı. Sevinci aç. Sevinç deyirəm. Kızın adı nədir? Şəms. Başa düşdünüz uşaqlar? Buradan uşaqlar X bərabərdir Y bölünsün Z. Bax bunu tapmaq üçün uşaqlar. Bax bunu, bax bu Y-i tapmaq üçün. Bu Y-i tapmaq üçün X vurulsun Z tapmaq lazımdır. Bərabərdir. Hə? Sizin görüntünüz görsəm bırakın. Mən lazım deyil, yazı görünür. Xeyr, mənim yazı dayandırılıb. Yaxşı, tamam baxaram indi. Bir dəqiqə mən çıxım təzən girim. Uşaqlar başa düşdünüz mü? Bax kitabda bunun diskadan indən sonra hamınıza lazımdır. Bunu başlayıram bax bu dəqiqələr. Bunu. Görünür mü indi? Vermə. Göründü. Uşaqlar X bərabərdir Y bölünsün Z. Uşaqlar Y nəyə bərabərdir? Deyin hamınız. Uşaqlar Y nəyə bərabərdir? Mən ekran görsənmir. Niyə Məhəmməd, o ekran görsənmir.
Niyedir bu ekran? Bəlkə barmağım nəyəsə dəyişdi. Hə, gəldi müəllimə. Uşaqlar x bərabərdir y bölünmüş z. Nəyə bərabərdir y burada? 10'dur. Ay ben neçə dəfə deyəcəm? Bu 2'dir, bu da 5'dir. Bax bu 10 bərabərdir. Məzəyə. 2 vurulsun nə? 5. 5 vurulsun 2 oldu. İndi 2'nin də yerinə yazdın, ikisini də 5'in də qiymətini. Y 10'dur. Y yazdım buraya. Y bərabərdir nəyə bərabər oldu? Məmzəyə bərabər. Allahu ekber. Hə bu 12'ye bərabər ola bilərmi? X'a. Aksa ay başım 10 neçəyə bərabərdir? 10 vurulsun 2'dir. X vurulsun Z. Başa düşdünüz? Uşaqlar x bərabərdir y bölünsün z. Buradan y neçəyə bərabərdir? Başa düşdünüzmü? Ha? Uşaqlar bura bax. A bərabərdir B bölünmüş D. B neçəyə bərabərdir uşaqlar? B'yi deyil. Nə yazmalıyam indi? Ama B bərabərdir A, D vur A. D vur A. Uşaqlar bildinizmi? Uşaqlar Bəli. deyil bu. Uşaqlar C bərabərdir H bölünsün B. Uşaqlar H burada nəyə bərabərdir? De görüm. B vur C. D vurulsun D. Məsəl üçün uşaqlar. Burada L bərabərdir H bölünmüş P. Sən demə qoy indi bunlar deyilsin. Uşaqlar H burada nəyə bərabərdir? Mənim el vurursun P-yə. L vurulsun P. Başa düşdünüz uşaqlar? Bax, başa düşdünüzmü? Bir də yazıram. Buraya başqa bir şey yazıram. Məsəl üçün A bərabərdir L bölünmüş B. Uşaqlar burada L neçəyə bərabər, nəyə bərabərdir? A vurursun B-yə. A vur. A vurulsun B. Uşaqlar, bax bunu fizikada adamın kəndirini kəsirlər. Səhv yazın. Mütləq bunu bilin. Bunu fizikada gələcəkdə 6-sınız, 7-yə keçirsiniz. 7'lərdə 8'e keçirir. Bunları mütləq bilməyiniz şərtdir. Adam oradan vurur. Başa düşdünüz? Bax, indi yenə yazarıq. Gəl çoxlu yazaq ki, yadınızda qalsın. Məsəl üçün C bərabərdir Z bölünmüş S. Uşaqlar, burada Z nəyə bərabərdir? C vurulsun S. S. H bərabərdir T bölünsün B. T burada neçəyə bərabərdir? H vurulsun B-yə. H vurulsun B. Başa düşdünüz uşaqlar? Ekranda yoxa çıxdınız, bilməm hara getdiniz. Sonra, ha? Rəqəmlə olan biraz çətindir. Niyə rəqəmlə olan ki, 2 bərabərdir? 10 bölünsün 5. 10 neçəyə bərabərdir uşaqlar burada? 10'dan tel almışam. 5'i 2'ye vurmuşam. Başa düşdünüz? 5 vurulsun. Başa düşdünüz? Məsəl üçün. İnşallah rəqəm olurlar. 3 bərabərdir. Məsəl üçün. 6 bölünmüş 2. 6 nəyə bərabərdir? 3 6 vurulsun. 3 vurulsun 2. So, burada belə bir çətindir. Bax uşaqlar. Gəlin belə eləyək. Məsəl üçün, bax. C bərabərdir. D bölünsün K. D neçəyə bərabərdir uşaqlar? C vurulsun K-yə. D vurulsun K-yə. Başa düşdünüz mü uşaqlar? İndi burada K-yı soruşur. Bax, D'yi bildik. C də verildi. İndi K lazımdır. Bizə K, bax, bura uşaqlar. Bura 10'dur, D. Bura 2'dir, burada 5'dir. 5'i nətər? 2'yi nətər taparıq? Bizə də. 2'yi buradan nətər taparıq? 10 bölünsün. D böl Z. Mənim D C böl Z. D D böl bölünsün. Z. Ay sağ ol. Yok, burada K. Bizə K lazımdır. K bərabərdir. D bölünsün. C. Məsəl üçün, belə bir düsturdur sizə deyəcəm uşaqlar. H bərabərdir. M bölünsün B. B nəyə bərabərdir? H vurulsun M-ə. Hay. Bura 10'dur.
Burada Ay. 5'dir, burada 2'dir. Deyirəm 2 nəyə bərabərdir? 2-yi nətər tapıram? Ben onu bölürük 5'e. Yok. Onu bölürük 5'ə. Bəli. İndi bizə şeyi adı nədir? Ömərin hardan kəndirini kəsdilər. Ömər partapart fiskanı öyrətmişəm deyə gedib, gəlib burada u bölünsün idi. Buradan deyib ay Ömər, ay bala, buradan eri bildik. Sən indi mənə de görüm, buradan uyu nətər tapa burdusan, buradan bunu nə tapar, buradan nəyi taparsan. İndi uşaqlar siz mənə deyin görüm u nəyə bərabərdir? U bərabər El Aha. vurulsun iyi. el vurulsun i. Ay sağ ol. İ nəyə bərabərdir? Ben el vurulsun uya. U 10'dur. Bura 10'dur. Bura 2'dir, bura 5'dir. Mən səndən soruşuram ki, 2 nəyə bərabərdir? 2 U bərabərdir. böl R. Ay, Mən- U böl 10 bölünsün 5, o da bərabərdir. U bölünsün 1. Bax, Ben bir yaxın Öməri deyirəm. bu dana Ömərin kəndirini buradan kəsdilər. Başa düşdü? Bax, buradan. Bir buradan kəsdilər, bir də ki, bax, Ömərin kəndirini buradan kəsdilər. İ bərabərdir, U bölünsün. Uşaqlar, həmişə qulağınızda sırğa eləyin. Bax, belə bir düstur gələndə, sizə belə bir düstur gəldi. Bax, bu düstur gələndə, bax belə, sizə bu el bərabərdir, U bölünmüş, başa düşdünüzmü? Sizə belə bir düstur gələndə, U bölünmüş, İ kimi bir düstur gələndə, səndən soruşacaq, buradan İ çıxart. İ nətər çıxarsan? İ bərabərdir. Bax bu unu. Unu çıxardanda yazırsan ki, sırası. El vurulsun İ. Deyir İ çıxart. İ çıxardan kimi. İ bərabərdir. U bölünsün İ. Başa düşdünüz mü aşağı? İndi sizə bir düstur deyəcəm, siz onu mənə çıxardacaksınız. Birinci Ben sən deyim. çıxart, birinci sən çıxardacaqsan sonra ola. Uşaqlar, F bərabərdir. Öz düsturlarımızda. F bölünsün 2. Burada bax bizə bunu veribdi. F bərabərdir. F'i bildik. Bizə bir bunu çıxartmaq lazımdır. Bir də bunu. F bərabərdir. Nə yazacağam ay bayram? Ben F'i çıxardım. F bərabərdir müəllim. Ha. Q vur E. Q vur E. Q vurulsun E. Bu oldu. Yaxşı, şimdi Q'yu nətər çıxardım? Q bərabərdir nədir? F böl E. F böl E. 2. F bölünsün E. Uşaqlar, başa düşdünüzmü bu düsturları? Bəli. Kim başa düşməzsə desin başa salaq. Bax bu düstur. Uşaqlar, görürsən, bax bu düsturun içində, görürsünüz bu düsturun içində. Bir bunu da tapdıq, bunu da tapdıq, bunu da tapdıq. Başa düşdünüzmü uşaqlar? Çünki bizdən soruşurlar. Görürsən, bax bunu da tapdıq, bunu da tapdıq. Bu bir dənə düsturun içindədir. Bunu bizdən həmişə soruşurlar. Ona görə də biz bunları dəqiq bilməliyik. Başa düşdünüz uşaqlar? Hə? Mütləq onu bilməliyik. Sonra bizim elə başqa 7-ci sinif kitabında, 7-ci sinif fizikasında elə dərslərimiz yoxdur ki. Çünki bunu Ömər qəşəngcə deyə gəlirmiş. Müəllim deyib buraya gəl. Mən də TikTokda sırada paylaşdım ki, ay müəllim, o sənin aybındır, mənim aybım deyil. Sən o boyda dərs keçirsən, hökumətdən pul alırsan. Uşaqlar, fizika dərs kitabınız yanınızdadırmı? Xeyr müəllim, bir dəqiqə gətirəm. Gətirə də bilərsiniz, gətirməyə də bilərsiniz. Nə tər istəyirsiniz eləyin. Burada qədər düstur yoxdur. Mən burada sizi yormaq istəmirəm uşaqlar. 8-7 sinif o qədər düstur yoxdur. Yaxşı, amma Selamlı bir dənə eləyəcəm. Bir dənə misal deyəcəm. Bax uşaqlar. Bizdə düstur var. Q bərabərdir E vurulmuş Y. Bu elektron düsturudur. Uşaqlar, burada N'ni nətər taparıq? N bərabər. Bayram hardasan? Nə yaza bilərik buna? Ben deyim ben. D. N vur E. Şəmsdə. E böl Q. Yox, Şəmsdə. Bölünsün. Hə. Mən E vur Q olacaq. E vur Q olacaq. Xeyr. Bax, bu 10'dur. Eləmi? 10 bərabərdir. 2 vurulsun 5'dir.
Mən də deyirəm ki, buradan 2-yi mənədir. Sən də deyirsən Ben ki, onu kəsib formasına yazıram. 2 bərabərdir, 2 bərabərdir. 2 bərabərdir. Ben 10 bölünsün 5. Nə deyirsən? onu kəsib formasına yazdım ben. Kəsr. Ben Q vur E olur axı. Qardaş, bu nə tərki olur? Bax, qulaq, ay başına deyim, nətər ola bilər? Bax, bu 10'dur. Bu da 5'dir, bu da 2'dir. 5'i 2'ye vuranda 10 eləyir. 2'yi nətər tapa bilərsən? Mən 2'yi soruşuram. 2 də bərabərdir. 10 bölünsün 5. Məsələn, deyirəm, bunu tap. Eli tap. Eli nətər tapa bilərəm? El bərabərdir. Məsəl üçün, bu düsturdan tapıraq da, bu düsturdan. Bu el bərabərdir. Q bölünsün el. Yəni ki, 10 bölünsün 2. Mən 5 lazımdır. 5 bərabərdir. Nə alırsan uşaqlar? 10 bölünsün 2. Bu bizim fizikadakı düsturlardır. Orada mən istəyirəm ki, siz orada yanlışlıq olmayasınız da. Başa düşdünmü sən mən uşaqlar? Hə? Bu düstur belə alınır. Nəysə, indi gələk girək dərsimizə. Uşaqlar, məndə ekran yoxdur. Mən ekranı nətər eləyim? Çift necə olub, başım çıxmır. O kadar yukarıdaki kareye bassana bir de. Nəyə baxsın? Uşaqlar, bunu biz keçəcəyik hər dəfə. Bunu fizikada sizi şeyləməsinlər. Həmişə çətinlik verməsin. Və düsturları da bilərəkdən öyrənin. Belə uşaqlar niyə çıxdılar? Sabah gələn dəfə bunların hamısını haqq hesabını eləyəcək. Uşaqlar, bir də əlavə sizə bax, bu bizim fizikada yavaş-yavaş başlayacaq. Dəniz, sən haradasan? Sən nətər yazırsan bu bioloji təbiəti? Hə, bir uşaqlarınkini yoxlamışam. Çoxu əvvəlki dərslərdə yaza bilməyiblər. Bax, nədir? Yanvardan əvvəlkini yaza bilməyiblər. Səndə nətər idi vəziyyət? Araşdıralım təhlilçi. Sən orada qız bağının belinə də baxdın mı? Nətər yazırsan onu? Fotosintezi. Hemen A'ydım. Başa düşmədim. A variantıydım. Hemen Z. Tamam, sənin aylıqda yox. Nə qədər yığırsan təbiətdən? Hə? Ay, nə qədər yazırsan, Dəniz? Bilmirəm müəllimə. Nəysə, analiz eləyərik. Mən qabaqdakıları yox, yalnız üstə keçdiyim dərsləri analiz eləyəcəm. Uşaqlar, bax, indi problem nədədir? Sizin hamınızın ümumi bir probleminiz var. Məsəl üçün, dərs oxuyanda niyə yadda qalmamağını analiz eləyəcəyik. Hamı açsın üzünü, oturaq görək, bax, dərs oxuyuruq uşaqlar. Dərs oxuyanda görək biz niyə dərsi yadımızda saxlaya bilmirik. Bu məsələnin üstündə araşdırma aparacaq. Birincisi, dərs oxuyanda səbəb nədir uşaq? Bax, birinci dərs oxuyanda səbəb odur ki, niyə dərs yadınızda qalmır? Məsələn, mən sizdən fərqli olaraq dərs oxuyuram. Bax, hansına baxaq? Bu uşaqların coğrafiyasına baxaq. Uşaqlar, bax, bir dənə 6-cı sinifin coğrafiyasına baxıram. Bax, mən bu uşaqlardan fərqli olaraq dərs oxuyuram. Bunların belə bir problemi yarar. O yaşlı dərslərə baxaq. Uşaqlar heç o qədər də yorulmasın. Coğrafiyadan baxaq, hansına baxaq bilmirəm. Məsələn, təbiət dərsinə baxırıq. Məsələn, oturub burada təbiət dərsi oxuyuram. Uşaqların niyə dərs yadında qalmır? Məsələn, uşaqlar belə bir xüsusiyyət var. Dərs oxuyanda dərsə diqqətdən oxumurlar. Birinci problemimiz odur uşaqlar. Dərsi diqqətdən oxumurlar. Mənə indi qulaq asın uşaqlar. Mən sizə bir-iki cümlə oxuyacağam. Görüm kim o dərsi diqqətdən mənə qulaq asacaqlar. Elə fənlər var ki, elə dərslər var ki, siz orada onu çətinlik çəkirsiniz başa düşməyə. Belə bir yaxşı dərs seçeyim, onunla başlasın. Hər bir şey, yox, bu coğrafiya dərsində çətinlik var. Coğrafiya dərsində salmayacağım. Bu başqa bir şeydir. Ümumi dünya tarixdən danışır. Bax, elə bir dərsdən var. Bax, biz hansı gitsin orada məlumatınız yoxdur. Bilmədiyiniz dərsdən sonra. Uşaqlar, mənə qulaq asın diqqətcə. Bir dənə dərs, bax, sizə dərs öyrənmənin metodikasına haqqında analiz aparacağım. Mənə qulaq asırsanız. Eşidirsiniz uşaqlar.
Deyir ki, məsələn, İspaniya dənizçiləri bu işığı qoyaq, açıq yaxşı görsün. Fernando Magellinin başçılığı ilə Kristofor Kolombun ideyasını təkrarlayaraq 1519-cu ildə dünya səyahətinə başladılar. Mən bu dərsi oxuyanda kim necə qulaq asdı onu mənə desin. Amil, sən mənə de görüm, sən nətər qulaq asdın? Mən dedim ki, mən Fernando Magellan'la Aha, 1505-ci ildə mənim ilk səyahəti başladı. görürsən, bax qulaq asmırsınız. Uşaqlar, birincisi dərs oxumağın belə bir qaydası var. Yaxşı, 122-ci səhifəni açın tarixdə. Ümumi tarix. Hə, ümumi tarixdən açın. İndi mən sizə qaydasını deyəcəm ki, siz niyə problem yaşayırsınız dərs oxuyanda, dərs öyrənəndə. Tez uşaqlar, tez. Ümumi tarix kitabını açın. Siz də açın. Ay Şəms, siz də kitab açın. Selamlar Şəms, sənin yaddaşın çox güclüdür. Sən evdə dərs oxumursan. Sən o 6-cı sinifdə ən güclü uşaq sən oxumursan. Sənin problemin var. Səhifə 122 aç. Öz kitabım, öz 6-cı sinif. Mən ümumi tarixi siz açacaqsınız. Bir dənə ümumi tarixi açaq. Açdınız mı uşaqlar? Tez olun uşaqlar, 6-cı, 7-ci siniflər. Açdım mən. Orada biri bax, birinci səhifəni, bax mən oxuyuram, sən oraya diqqətdən baxırsan. Uşaqlar gəldinizmi? Qoy şey də gəlsin. Bax, orada baxın uşaqlar. Dərs öyrənmənin qaydası budur. Amil, mən oxuyuram, sən barmağının üstdən gedirsən. Yaz ki, diqqətlə qulaq as. İspaniya dənizçiləri Fernando Magellinin başçılığı ilə Kristofor Kolombun ideyasını təkrarlayaraq 1519-cu ildə dünya səyahətinə başladılar. Cümləni başa düşdünmü? Bəli. Nə demək istədi? Mənə indi aydınlaşdır. Cümlə sənə nə demək istədi? Mən deyim ki, Fernando Magellan Kristofor Kolombunun ideyasını, yəni ki, mən bir deyərək 1519-cu ildə ilk dünya səyahətinə başladılar. Nə demək istədi? Mən doğru dildə başa sal o cümləni. Mən deyim, Mən deyim ki, Qoyuq deyil. Fernando Magellan mənə yenə təkrar edərək 1519-cu ildə, yəni ki, mən dünya səyahətinə başladılar. Nə kimi təkrar elədi? Mən Kristofor Kolombunun ideyasını təkrarlayaraq Bax, 1519-cu başa düşdün, cümləni başa düşdünmü? Bəli. İndi bax, açıq. Həm Birinci odur ki, dərs oxumağın birinci qaydası odur ki, sən o cümləni başa düşəsən. Düz deyil. Deyirsən, birinci cümləni başa düşməlisən. Sən cümləni başa düşmədiyin təqdirdə dərs öyrənə bilməzsən. Deyir ki, İspaniya dənizçiləri. Söhbət kimdən getdi? mən İspaniya dənizçilərindən. İspaniya dənizçilərindən getdi. Ona görə dərsi birinci analiz elə cümlə. İspaniya dənizçiləri Fernando Magellanın başçılığı ilə Kristofor Kolombun ideyasını təkrarlayaraq 1519-cu ildə dünya səyahətinə başladılar. Yəni ki, başında kim olubdu başında? Fernando Magellan. Kimlər gedir səyahətə? İspaniya dənizçiləri. Kristofor Kolombunun Qulaq as. Kristofor Kolumb ondan qabaq səyahətə çıxıb. Bu da onu təkrarlayıb. Kimlər gedir? Amma burada söhbət İspaniya dənizçilərindən gedir. Başında da Kristofor olubdu. Fernando Magellan olubdu. Və o da 1519-cu ildə dünya səyahətinə başlayıb. Sən bu cümləni başa düşmədiyiniz təqdirdə uşaqlar hamınız düz deyil Bayram. Onu sən heç vaxt gedib öyrənib deyə bilməzsən. İndi sən o cümləni mənə deyə bilərsən?
Diqqətlə oxumaq lazım. Əlbət ki, diqqətlə oxumaq lazımdır. Əlbət ki, dərsi diqqətlə oxumaq lazımdır. De görüm, indi sən o cümləni mənə deyə bilərsən, Fərid? De. Tam içədə bilmədim. Nədir qadam? Mən səhifə tam içədə bilmədim. 122. 122. Fərid, sən nənəmi? Ay, Amil, o cümləni de mənə, qaytar. Mən deyəcəm mənə İspaniya dərsləri Fernando Magellan'ın başçılığı ilə Xristian Kombunun başçılığı ilə başçılığını Təkrarlayıb onları. Aha. 1519-cu ildə dünya səyahətinə başladılar. Bu cümləni başa düşdün? Bəli. Deməli, bizim problemimiz hardadır uşaqlar səhv? Biz harda səhv buraxırıq birinci? Hə? Mən deyim mən. Qol görücü desin. Amil, de görüm biz səhvi harda buraxırıq? Mənim dərsi yaxşı oxumayamdır. Yox, cümləni başa düşmür. Onda var, düz deyil. İndi məsəl üçün, baxaq uşaqlar, 6-cı siniflər. Açın kitabınızı. Nə dili? Ümumi dünya tərəfindən 116. Gez olun uşaqlar. Qoy bunların siz hazırlaşın, deyəcəksiniz. 7-ci siniflər. İndi ikinci cümləni oxu. Amil, sən ikinci cümləni oxu görüm. Oxur orada ikinci cümləni. Onlar Atlantik okeanından keçməklə qərbə doğru hərəkət etmək, Asiyaya çıxmaq istəyirdilər. Ay, dayan. Hara qaçırsan? Hara qaçırsan? Onlar nə arıyorlar? Atlantik okeanı. Xəritəyə baxıram ki, Atlantik okeanı hardadır? İspaniyanın yanında, olduğu yerdə. Atlantik okeandan keçməklə qərbə doğru hərəkət etmək və Asiyaya. Asiya haradır? İrandır, Hindistandır, başa düşdünmü? İraqdır, bax o tərəflərə. Hə? Avropa. Biz səhifə açaq. Nə deyirsən? Biz səhifə neçəni açaq? Səhifə 116-ya açasınız. Sən bu cümləni başa düşdünmü? Qulaq as. Sən o cümləni başa düşdünmü? Oxu bir də. Bəli. De o cümlə. Oxu, bir də oxu, sonra eləcə de. Onlar Atlantik okeanından keçməklə qərbə doğru hərəkət etmək, Asiyaya çıxmaq istəyirdilər. Deməli. Deyim. De görüm o cümləni deyə bilərsən. Bəli, onlar yəni ki, Atlantik okeandan keçməklə qərbə doğru hərəkət etməklə Asiyaya çıxmaq istəyirdilər yəni. Bax, o Atlantik okeanı haradır? Ağıllı uşaq bilirsən nə eləyir? Ağıllı uşaq xətti çıxardır qabağına. Bax, Atlantik okeanı buradır. Onlar gəlib buraya çıxmaq istəyir. Bax, buraya. İndi də bilmirik hardan hərəkət ediblər. Hara gediblər xəbərimiz yoxdur. Sadəcə buradan çıxıb gəlib buraya çıxmaq istəyirdilər. Bax, buraya gəlmək istəyirdi. Amma hansı yolu getdiyini bilmirik. Sonraki cümləni oxu bir dənə, sakitcə duraq. Cənubi Amerika sahilləri boyunca hərəkət edən İspan dənizçiləri yeni okeana çıxmağı bacardılar. Deməli, söhbət hardan getdi uşaqlar? Söhbət hardan getdi? Qulaq. Cənubi Amerika. Cənubi Amerikanı tanıyırsan? Aşağıki Amerika. Deməli, nədilər? Bunlar Cənubi Amerika sahilləri boyunca. Cənubi Amerikanın aşağı bax bura uşaqlar. Qulaq asın. Bax uşaqlar. Bax, yox, bura. Buradan çıxıb uşaqlar. Bu nədir? Mən hardayam? Barmağım üstündədir. Buna bax. Uşaqlar, qulaq as. Bax, buradan çıxıb. İspaniya buradır. Atlantik okeanı buradır. Buraya gəlmək istəyir. Bura. Gəlib buradan çıxıb, gəlib Cənubi Amerikanın sahilləri ilə hərəkət edir. Kişinin oğlu. Bura gəlib, bura. Bax, buradan gəlib, çıxıb buraya gəlib. Cənubi Amerikanın, bax, buraya ilə hərəkət ilə gəlib. Fikir verdinizmi? Bu cümlə bunu deyirsin. O cümləni bir də görüm. Nə dedi? Cənubi Amerika sahilləri boyunca hərəkət edən İspan dənizçiləri yeni okeana çıxmağı bacardılar. O dövrdə yeni bir okeana çıxmağı bacardılar. Başa düşdün? Cənubi Amerika sahillərindən hərəkət edərək çıxırlar. Bu cümləni də oxu dayan. Oxu cümləni. Təzədən mənə? Yox, ondan sonrakını. Bir neçə ay ərzində burada heç bir fırtına ilə qarşılaşmayan dənizçilər bu okeanı sakit
okean adlandırırdılar. Ay sağ ol. Başa düşdünüzmü uşaqlar? Sakit Okean adı hardan gəldi? Deməli bu okeanla hərəkət edirlər. Heç bir fırtına ilə qarşılaşmadılar. Adını qoydular Sakit Okean. Bunu Başa- coğrafiyada da keçəcəksən. Bax buraya qədər başa düşdünmü? Dərk elədinmi nə demək? Bax bunu Bəli. birdən-birə oturub danışa bilməzsən. Sən indi burada bunu oxu, bir də buraya qədər oxu, görüm nətər danışacaqsan. İspaniya dənizçiləri Fernando Magellan'ın Aha. başçılığı Kristofor Kolombunun ideyasını təkrarlayaraq 1519-cu ildə dünya səyahətinə başladılar. Aha. Onlar Atlantik okeanından keçməklə qərbə doğru hərəkət etmək, Asiyaya çıxmaq istəyirdilər. Aha. Cənubi Amerika sahilləri boyunca hərəkət edən İspan dənizçiləri Yeni okeana çıxmağı bacardılar. Bir neçə ay ərzində burada heç bir fırtına ilə qarşılaşmayan dənizçilər bu okeanı Sakit Okean adlandırdılar. Buraya qədər Adlan- sözünlə başa düşdünmü? Nə deyə bilərsən? Başa düşdün buraya. Bəli, müəllim. Bax, dərsin öyrənmə. Birinci budur. Dərsin öyrənmə qaydasında. Birinci dərsin öyrənmə qaydasında. Varmış. Əlimdə də 50 dənə vərəq var idi. Hamısını haraya fırlamışam. İstədiyim vərəqləri də tapa bilmirəm. Kası hardadır. Getdi nə bilim hara ki. Birinci dərsin işlənilmə qaydasında. Birinci dərsin işlənilmə qaydasında. Dərsi başa düşmək lazım. Ay Şəms, bu tərəfə bax. Ay Şəms. Ekrana bax. Dəniz aç yerini. Uşaqlar, dərsin öyrənmə qaydasında odur ki, birinci cümlələri başa düşürsən. Ardıcıllıq qurursan. Ki, ardıcıllıq nədir? İndi burada nədən danışdı? Bax, İspan dənizçilərinin, Magellan İspan dənizçilərinə, Amil başı gözün burada olsun. Magellan İspan dənizçilərinə başçılıq eləyirdi və o da Kristofor Kolombun yolunu davam eləmək istəyirdi. Şərt odur ki, cümlələr uzundur. Qısa-qısa deyin. Ondan sonra nə elədi bu? 1519-cu ildə dünya səyahətinə çıxdı. Başa düşdün? Məqsəd Alma. nə idi? Bəli. Amma Azərbaycan dil dərsindəyim, qoşulamıram. Müdürlük akademisidir, qoşulmaya bilərsən. Oldu mən sağ olun. Tamam ya. Ha, başa düşdünüz uşaqlar. Burada nə eləyir? Burada bu nə eləyir? Atlantik okeanı keçməklə qərbə doğru hərəkət elədi. Gəldi Cənubi Amerikanın kənarından gəldi və yeni bir okean, yeni bir okeana çıxdılar. Okean da sakit olduğu üçün adını qoydular Sakit Okean. Bax uşaqlar, dərsin öyrənmə prinsipi var. Qaydası budur. Orada dərsin tarixini yadında saxlasın. 1519. Deməli birinci dərsi oxumaq üçün nə ayırmaq lazımdır? Uşaqlar deyin görüm. Kim Mən diqqətlə hər kəs birinin əlini qaldırsın. Dərsi ilk öncə nə ayırmaq lazım? Dərs oxuyanda. Sən de, hər öz fikrini deyəcək. Amil. mən dərsə diqqətlə qulaq asmaq lazımdır. Dərsi diqqətlə qulaq asmaq lazımdır, yoxsa oxumaq lazımdır? Və həm oxumaq, həm də diqqətlə qulaq asmaq. Sən özün tək oxuya bilərsən, müəllimsiz də oxuya bilərsən. Həmişə yanında müəllim olmur ki. Deməli uşaqlar, dərsi birinci diqqətlə oxumaq nədir? Oxumaq buna deyirlər düzgün oxumaq. Düzgün oxumaqda birinci diqqətli olursan. Sonra nə edirsən? Sizin səhvlərinizin biri də hardan olur? Fuat. Ay Fuat. Sən dərs oxuyanda səhvi harda buraxırsan? Hamı öz səhvini deyirsən. Sən nənə Fuat? Səhvi də vaxt yoxdur. Hərflər deyirəm. Hərfləri səhv deyirsən. Hərfləri səhv dediyin üçün də düzgün məna çıxarda bilmirsən. Şəms, sən öz səhvlərini de. Mənim diqqətim başqa yerdə olur. Sənin diqqətin həmişə başqa yerdə olur. Dəniz, sənin səhvin hardadır? Ay Dəniz, səhvini de. Mənim diqqətim ayrı yerdə olur. Diqqətin ayrı yer olur. İndi nə alayım? Diqqəti kəndirlə çəkim gətirim, burada əlimə bağlayayım. Bayram, sən səhvi harda eləyirsən? Bayram səhvini mən bilirəm, görüm düz deyəcəkmi? Oxuyuram. Nətəri Bayram? Tələsi oxuyuram, tələsirəm. Sən tələsirsən Bayram. Göydə vururam, hamının xarakterini bilirəm. İsmail, sənin səhvin hardadır? Hərfləri yirmi.
Sən hərfləri də yeyirsən, bir də ki, diqqətli deyilsən. Sənə söz deyirəm ki, baxıram ki, başqa şey var. Axın, ekranı tərtib alın. Bax, deməli, uşaqlar, insan nə vaxt uğur əldə edir? Uğur əldə edən adamın ən birinci... Ayşəms, aç ekranı. Ayşəms. Bax, görürsünüz uşaq. Bayram, kimdəsə açıqdır bağlasın. Bayram, bağla. Deməli, uşaqlar, bax, görürsünüz, problem haradadır. İnsan nə vaxt uğurlar əldə edə bilir? Öz səhvini görə bilən adamlar həmişə uğur əldə edirlər. Çünki onlar öz səhvini tanıyırlar. Ayşəms, yanındakı kimdir? Aç ağzını. Və qardaş Dərs olanda xahiş edirəm, otaqda heç kim olmasın yanında. Mamana da nə sənə şərait yarat. Bax, ona görə gedib, bax, yaza bilməndə, monitorinq yazmamanın səbəbi odur. Yoxsa savadlı uşaqsan, sənə heç müəllim də lazım deyil. Ona görə uşaqlar, dərs oxuyanda, bilirsiniz nə var? Bugün adi bir dərs oxumağın öhdəsindən gələ bilməyən adam gələcəkdə heç nəyin öhdəsindən gələ bilmir. Çünki buna zaman xarcıyırsan, çünki sən bunu ailə səndən yaxşı oxumaq gözləyir, özün gələcəyin qurmaq istəyirsən. Sadəcə bu cılızlığın içində çınqıl daşlardır, ayağın dəyişib yıxılıb qalırsa. Ona görə də o səbəbdən uşaqlar, dərs oxuyanda birinci diqqətli oxuyursunuz. Bütün beyniniz, fikriniz orada olsun. Ola bilsin, mən də başa düşə bilmirəm birinci dəfə oxuyanda. Amma qadir oxuyuram onu. Mən onu qadir oxuyuram. Başa düşdünüz mü uşaqlar mən? Ona görə də mütləq və mütləq artıq dərəcədə xahiş edirəm sizdən. Dərs oxuyanda bəzi nüansları gözləyin. O gözlədiyiniz nüanslar sizə çox şey verir. Siz fərqində deyilsiniz. Və o sizin xarakterinizdə vərdiş formasına keçir. Vərdiş formasına keçdiyi üçün də çox şey qazanırsınız. Bax, indi keçdik. Bayram, haradasan? Bayram, indi sən orada sakit oxu, görüm onun dalını sonra altılara keçir. Haranı? Atlantik Okeanı 122'den. Düz yuxarıda. Atlantik Okeandan Sakit Okeana keçən boğazla isə Magellan adını verdilər. Harada olur? Mən Atlantik Okeandan Sakit Okeana keçən Düz boğaz. aşağı üç bir şey yoktur. Gördüm bura. Aha. Asiyada Filippin adalarından yerlilərlə toqquşmaqda Magellan öldürülsə də, qalan dənizçilər 1522-ci ildə İspaniyaya qayıda bildilər. Neçənci ildə çıxmışdılar? Mən 1519-cu ildə çıxdılar. Ne oldu? 1520-cilərdə İspaniyaya qayıda bildilər. İndi, sən oranı mənə danışa bilərsən? Bəli, mən. Danış. Və Asiyada Filippin adalarında yerlilərlə toqquşurlar. Dənizçilərdən bəziləri ölsə də, amma bəziləri həmin 1522-ci ildə geri qayıda bilir. Başçı öldü. Magellan öldü. Bağla, indi bircə kəlmə mən danışacağım. Uşaqlar, mən bilirsiniz nə edirəm. Baxdım sıracı burada. Belə üzünü aç, səsini bağlasan. Uşaqlar, sıracı mən buraya baxıram burada. Baxıram, uşaqlar, bir dənə baxın buraya. Bax, ay Dəniz, gecə saat 12-dir, yemə. Qulaq. Baxıram burada 123-ə. Uşaqlar, bura baxın. Burada nə yazıbdır? Baxıram, qırmızı xət nədir? Kristofer Kolumbun ilk səyahəti. Kristofer Kolumb hara gedib ay uşaqlar? Baxın bir dənə. Səhifə 22-də xərtiyə. Amerikaya gedib birinci. Müəllim tarihi. Amerikaya gedib. Sonra hamısı xərtiyə. Bayram, sən bağla. Sən imkan vermir danışmağa.
Sonra baxıram ki, burada hara baxıram uşaqlar. Sonra baxıram ki, heç birinə baxmıram. Bir də Xristofor Kolumba baxıram. Amerika Vespucci'yə baxmıram. Bir dənə İndi baxıram xəbəri. Bənövşəyə. Bənövşə rəngdə bir dənə şeyə baxıram Magellana. Bax Magellan gör hara gedib uşaqlar. Fikir verirsiniz. Magellan gəlib çıxıb buradan Cənubi Amerikanın qırağından keçdi. Sakit okeana girdi. Sakit okeandan gəldi, qayıtdı buraya. Heç Hindistana gedə bilmədi. Buradan da Avustraliyanın yuxarısına, Filippin adalarından Avustraliyanın yuxarısına gəldi. Afrikanın yuxarısına qayıtdı həmin dənizçilər Avropaya çatdı. Fikir verdiniz? Buna ilk dünyanın səyahəti dedi. O əməlli başlı dünyanı tamamilə dövr eləyir səyahətdən. Bax indi uşaqlar dərs oxuyanda məsəl üçün mən sizin yerinizdə olsam qayda oranı bir də oxuyuram və mükəmməl qaydada dərs yadımda qalır. Deməli dərsin hərflərini düzgün oxumaq lazımdır. 1. Oxuduğunu gözün qabağında canlandırmalısan. 2. Eşidirsən? Oxuduğunu gözün qabağında canlandırmalısan. Gözün qabağında canlandırandan sonra da onu 2 dəfə oxumalısan və səliqəli də danışmalısan. İşin prinsipi bundan ibarətdir. İndi 6-cı siniflər. Baxın görək. Gəldik burada 6-cı sinifə giririk. 116-da ilk respublika yaranmasına baxın. Bu dərsin başını. Başlayın ay Şəms. Ay Şəms, xahiş edirəm. Dərslərə girəndə yanında heç kim olmasın. Getdim mənim. Müəllim istərsən isə 116-ya girin. Oxuyam. Hə. Balkan yarımadasından qərbdə Apin yarımadası gedir. Balkan yarımadası yanındaydı mı, hardaydı? Yunanistan'da keçdik. Bəli, Aha, Yunanistan yanında yuxarıda. Sonra? Yunanlılar buranı, İtaliyanı, yəni buzovlar ölkəsi adlandırırdılar. Aha, İtaliyanın buzovlar ölkəsi. Aha. Dağları İtaliyanı şimaldan əhatə edir. Uşaqlar, baxın o dağlara fikir verin. Onun içində dağlar var. Sonra? Yarımadanın cənub qurtaracağında Böyük Siciliya adası var. Haradır bax? Ay başın. Baxan kimi şəkilə baxıram. Qurtaracağında orada yazılır Siciliya. Sonra? Siciliya adası, İtaliya əhalisi qədimdə də əkinçilik, maldarlıq, üzümçülük və balıqçılıqla məşğul olurdu. Aha, bunu birliyə bu işlərini. Sonra? Burada müxtəlif tayfalar yaşamışdı. Aha. İnkişaf səviyyəsinə görə etrusklar daha çox seçilirdi. Aha. Aydəniz aç görüm üzünü. Bir dəqiqə. Aydəniz aç üzünü. Sakitcə dur. Hamı sakitcə dur. Dəniz, nədən baxırdı? Mənə kitaba oxuma, üzümə bax. Nədən danışdı o? Müəllim dərslə qurtaracaq. Qurtarır indi. Çox qurtarır, az qal. Müəllim, Balkan yarımadanda Sonra? Qərbdə Aperininin Sonra? İtaliya Aperininin yanında yerləşir və Yunanlar buranı İtaliyanın buzovlar ölkəsi adlandırırlar. Sonra? Sonra İtaliya əhalisi qədimdən əkinçilik, maldarçılıq, üzümçülüklə və balıqçılıqla məşğul olurdular. Burada müxtəlif tayfalar yaşayırdılar. Sonra inkişaf səviyyəsinə görə etniklər daha... Axırla. Oradan oxuma, PDF-dən oxuma. Bildin mi? Adam həyatda heç kim anlatmır, özünü anlatır. Bildin mi onu? Hərf gedirsən, PDF-də oxudum. Adam mənə anlatmağa ehtiyac yoxdur. Məhəmmədin günündəsən. Başa düşdün mü? Axını da olsun bir də. Belə şeylər eləmə. Çünki Mən danışıyorum. Sən mənim qanımı qarartdın. Sənin də yaşına bax, mənim də yaşıma bax. Bax, orada mənim iynəmi vurdun.
Və inan ki də, Mən? inan ki də, bax, məni anlatmağa çalışan uşaqlar Dvaynoy pul da versə, heç istəmirəm ki, onlar qrupumda qalsın. Etibar elədiyim, güvəndiyim uşaqlar istəyirəm qalsın. Zəif uşağı da öyrətməyə çalışıram, amma məni anlatmağa çalışan uşağı sevmirəm. Bax, bildin mi? Neysə, Allah axırımızı yaxşı eləsin, əsəbləşmək istəmirəm. Danış görüm Sevin, Şəms. Mən Balkan yarımadasından qərbdə Apennan yarımadası yerləşir. Yunanlar buranı, yəni İtaliyanı buzovlar ölkəsi adlandırırdılar. Alp dağları İtaliyanı şərqdən əhatə edirdi. İnsanlar burada əkinçilik, maldarlıq, düzümçülük və dənizçiliklə məşğul olurdular. İndi mən sənə bir söz deyim də, bax uşaqlar. Başa düşdüm, uşaqlar, hamınıza ümumi bir söhbət eləmək istəyirəm. Bax, sizə deməkdə məqsədim odur ki, bir dərsi deyəndə artıq beyninizdə plan qurun ki, nədən sonra nəyə deyəcəm. Başa düşdünüz mü? Başa düşdünüz mü? Həmişə beyninizdə bir plan qurun ki, mən nədən sonra nəyə deyəcəm. Onun üçün də bir dəfə oxuyub danışmağa ehtiyac yoxdur. 2 dəfə də oxuya bilərsiniz. Amma diqqətlə oxuyub nəyi danışacağınızı bilin. Bugün çox danışmaq istəmirəm, çünki bunu dərslərimizə tətbiq eləyəcək. Ən problemli yerimiz dərsi öyrənib danışmaq bacarığıdır. Sonra, bax o kimyada, fizikada bəzi düsturların çıxarılışı sizi üzməsin. Çünki əziyyət çəkib dərs oxuyacaqsınız, amma düsturların çıxarılışında əziyyət çəkə bilərsiniz. Bu prinsip öyrənəcək. Mən az oxuyanda tez öyrəndim. Nətəri? Mən diqqətlə oxuyanda tez öyrəndim. Əlbəttə ki, diqqət adama kömək eləyir. Hər uşağın yaddaş sistemi bir deyil, axı uşaq. Hər uşağın yaddaş sistemi bir deyil. Sizin deyin görüm, sizin müəllimləriniz dərsə gəlirmi? Kimin dərsləri? Arada belədir. Bir gün gəlir, 4 həftə gəlmir. Mən bir gün gəlir, 2 gün gəlmir. Hələ ayın neçəsidir. Belə çıxır ki, ayın birindən sonra heç dərs olmayacaq. Mən 3-cü gün BSG yazacaq, ondan sonra yəqin heç vaxt gəlməyəcəklər. BSG nədən Mən müəllimə də bizi buraxıb getdiyim. Azərbaycanla riyaziyyatdan ingiliscəsindən. Hə, bu bizə aid olmayan dərslər. Bilmirəm uşaqlar, çox ehtimal ki, yayda qaydasına salacağım. Yayda dərsləriniz həftədə 3 dəfə olacaq. Həftədə 2 saat dərs olacaq. Hər gün 2 saat dərs olacaq. Arada 10 dəqiqə pirrif olacaq, 15 dəqiqə pirrif olacaq. Dərslərin nəzərini deyəcək. İnşallah elə hesab edirəm ki, dərsləriniz hər şey yaxşı olacaqdır. İndi biraz sizə hər gün biraz dərs öyrənmə prinsipləridir, düsturların çıxarılışıdır. Onun haqqında az miqdarda dərs deyəcək gələnə qədər. Bir də dərslərimizi yekunlaşdıracaq. 7-ci siniflər sizə 7-ci siniflər sizə təbiəti tam bir də təkrar gedib üstündən. Mən bilən getməyə ehtiyac yoxdur. Çünki şey olacaq. Onların hamısı təzədən 8-ci sinifdə keçiləcək o dərslər. Siz orada yormağa ehtiyac yoxdur. Hamısı 8-də keçiləcək. 7-ci sinifdə təzədən keçiləcək. Sizə bir dənə tarix keçəcəm. Gələn həftə hamısını tarix keçəcəm. Çünki Antik Yunanistan da, Antik Yunanistan. Bayram, bəlkə sən də qoşularsan onların dərslərinə uşaqlar. Mən qoşularam. Çünki Antik Yunanistan vacib dərslərdir. O mütləq o keçiriləcəkdir. Sabah həftənin 1-ci günüdür. Kimin dərsidir? Tarix keçəcəm. Uşaqlar, qoşula bilərsiniz. Tarix dərsinə hamı qoşulsun. Çox qəşəng dərsdir. Antik Yunanistanı keçirik. Də elə deyilmi? Antik Yunanistanın mədəniyyətini keçirik. Bəli. Antik Yunanistan keçəcək. Antik Yunanistan keçəcək. Mənim təbiətdən 20 dənə düzüm var. Sən bu boyda Çınqı Yaloy çalası nətər düz yazırsan bilmirəm. Baxa deyə, tamam uşaqlar, bir dənə dəniz qalsın, siz gedə bilərsiniz. Dənizin dərslərini analiz edəcək. Bu şey qala bilər. Mən bir də sabah bir yana. Sabah səhər sizəmi? Biologiyadan dərsimiz qalıb bu. Mən 5-ci bölümdə dərsi təhvil götürəsiydiniz. 5-ci bölüm öyrənirsinizsə, elə yüngül formada təhvil götürəcəm, çıxarıq, gedərik başqa dərslərə. Yaxşı, mama. Tamam, yaxşı. Sağ olun.
Sağ ol. Görüm sənin nəyin qalıb dənizdə görüm nə etsə. Niyə mən Allah deyirsən? Bax, Hüce, sən yenə də belə şey eləyirsən. Niyə üzündən oxuyursan? Niyə qulaq asmırsan mənə? Hə? Bahar müəllimə, mən də onlar qalın, bunlar Qalsın, görüm kim istəyir qalsın. De görüm, bunda obisi bəndə olub. De görüm nədir dərslərin? Suallarını vadi. Məndə bir dənə deyir ki, verilmiş şəklə əsasən aşınma növləri müəyyən edin. Bu şeydir, bu mənim bölməm deyil, qabaqki bölmədir. Hə, aşınma, tamam. Onu düz yazırsan səhv. Səhv yazmışam. O məndən qabaqki bölmədir. Keç, öz bölməmizi mən maraqladı. Onlar hamısı ola bilsin yayda təzdən keçiləcək. Mən deyir ki, bakteriya və göbələklərin faydalı və zərərli təsirlərini düzgün uyğunlaşdırın. Bakteriya və nəylərin? Bakteriya və göbələklərin. Nə yazıb? Cümləni düzgün oxu. Bakteriya və göbələklərin faydalı və zərərli təsirlərini düzgün uyğunlaşdırın. Telefonumsa da yaxın gətir, oxuyum görüm orada nə yazır. Nəysə, onu de görüm nə yazırsan. Düzgün oxuya da bilmir. Telefonların səsi də səs deyil. Dəniz, səndə hansı variantdır? Onda sənin uşağın variantı deyil. Aha, hə. Sənin uşağın variantı deyil o. Deyir ki, mənim bakteriya və göbələklərin faydalı və zərərli təsirlərini düzgün uyğunlaşdırın. Tamam, hə, indi eşitdim. De görüm nədir cavablar, nə yazılıbdır? Faydalıya mən yazmışdım ki, çörək istehsalı, yazmışdım ki, zərərliyə yazmışdım ki, üzvi tullantıların çürüdülməsi, bir də yazmışdım meyvə və tərəvəzin çürünməsi. Meyvə və üzvü tullantıların bax, axı onların mən cavabları tam bilmirəm orada nə cavablar var. Tullantıların çürülməsinə ziyanı yoxdur ki. Bax, belə ziyanı var ki, torpaqda olanda xeyri var. Amma belə həyatda xeyri yoxdur. İndi mən o cavabları bilə bilmirəm, bax orada cavab necə yazılır. Variantlar necə olduğunu bilmirəm. Səndə o cavab düzdür sən? Səhvdir mənim. Çünki orada cavabı bilmirəm nə yazır. Sən elə eləmədin. Aha, orada şualanmadır. Nə yazırsan? Şualanma. Düz yazırsan sən. Bax, uşaq səhv yazır. Hə, düzdür şualanma. Səhv yazıbdır onu uşaq. Çünki orada günəşdən alınan enerjini göstərir işarə ilə. Şualanma düzdür. Sonra Məlumat deyir ki, cədvəldə bəzi planetlərin yer sabitliyi verilmişdir. Buna əsasən düzgün variant seçin. Planetin adları Yer, Neptun, Mars. Planetin yer sabitliyi 10, 11, 4. Mən axı biz onları keçməmişik. Bunu sizə naxaq veriblər. Bunu axırıdır, dərsçi müəllimlər keçməyibdir. Hələ ayın neçəsidir, nə sistemdir bilmirəm. Yaxşı, keç bunu. Bunu heç mən sizə şeyə qədər keçdim. Nə deyirsən? Yanacaqlara qədər. Fosil yanacaqlara qədər. Fosil. De görüm özgə bursiləri. Yekəməlmə uyğunlaşma müəyyənin sürtünmə qüvvəsi kiçik olması nəzərdə tutulmuşdur. 2-də sürtünmə qüvvəsinin böyük olması nəzərdə tutulmuşdur. A. Traktor tıltıl, B. skuter əyləncə, C. xizək, D. Hokkey şaybası. Mən burada D yazmışdım. D-də nə var? Hokkey şaybası. 1A, 2B, 3C, D. Sualın özünü düzgün de görüm. Orada sürtünmədən gedirsə, şaybada sürtünmə çoxdur. Bir də xokkeydə, xizəkdə sürtünmə çoxdur. Orada nəyi nəzərdə tutur, sualı bilmirəm. Sən onların şəklini çəkirlər də mənə. Sən onların şəkillərini mənə atarsan. Yox, hələ bir oxu da görüm nələr var orada. Özgə nələr var, hansı suallar var? Bizə düşən suallardan danış, bizim bölməmizdə. Ancaq yenə də deyim, 6-cı sinif üçün çətin suallar veriblər. Elə bil ki, institut sualları. Bu şəhər nöyə yıxılmaq. Bu məndə bunu vermişdi, əslində bunu düz yazmışam. Nəhayət sağ ol, orada nədir?
Aşağıda şəkildə hansı proses əks olunmuşdur? Ağacdır, yuxarıda günəş işığı, ağacın sağ tərəfində oksigen, sol tərəfində karbon qazı, ağacın gövdələrində Cavab nə su yazmışsan? mineralları maddə. Fotosintez. Bax, düz yazırsan, düzdür. Bu biz keçdiyimizdir. O birlər mənim keçmədiklərimizdir. Bu. Tamam, hə, bizdən keçdiyinizi sipağanı düz yazırsan. Mənlə keçdiyini demək olar Bəli. ki, bax orada bir dənə çınqıyaloy sənsən. Dərsə qulaq asmayan hamı da yaşlı sən yazırsan. Bilirsən, hamıdan çox qulaq asmayan dəniz hamıdan yaxşı yaz. O birisiləri nətər yazırsan? Mən Azərbaycan yaxşı yazmışam deyə yazıyat da. Nə maladır işte. Zərər yox, bax, dədəm var. Görsən uşaqlar, hələ gör bu qulaq asmır. Gör bu qulaq assana qayrı. Yaxşı olar inşallah. Yayda bütün dərsləri tamamlayaq, ondan sonra nəticəsini bilərik. Tamam, 7 sincələ bilərsiniz. Tamam mənim. Günay xanım, siz burada sizə getdiniz. Buradayım bax. Ha, Günay xanım. Beşinə, hamı şeydə adı nədir? Salih xanımdır deyəsən, uşaq qoşulur. Uşaqla. Ay, vəziyyəti nə üçün görür uşaq. Amma şey demirəm, sənə danışmadım. O uşağın vəziyyəti problemlidir. O uşaq çınqıyalı eləyir. Sənin uşağın sakitdir. O uşağı tənbəldir, Allahın zulumudur. Elə uşağı heç götürmək istəmirəm axı. Müsalim mənim uşağı. Ha, heç uşağı götürmək istəmirəm, amma ki şey eləyəcək də, onu ha? Neçənci sinif baxım mənim? O sizin şeydir, 6-cı sinif. 6. Uşaq tənbəldir. Çox tənbəldir. Dəstəsə mən də ona dedim ki, vallahi sənin xətrini çox istəyirəm, gözəl insansan. Amma problemin nədir? Problemin odur ki, sən 5 manat, 3 manat onu bunu verdiyi pulu hasırsan, uşağın vəziyyəti yaxşı deyil.